Bismillahirrahmanirrahim. Elhamdülillah və və salatu və salamu alə mən lə nəbiyyə və də'lə. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Elhamdülillah, Allah razı olsun dəvətə görə, həm qonaqlığa görə. Elhamdülillah, Allah bərəkət versin. Allah kimin imkanı yoxdur, acdır, Allah onları doyursun. Elhamdülillah. Yəni, məsələlər çoxdur, qardaşlar. O məsələlərdən biri, necə indi qardaş qeyd elədi, biraz cəmaat bir-birindən soyuqluq var. O soyuqluğu aradan götürmək lazımdır. O soyuqluq da necə götürülür aradan? Ən birinci təmasda olmaq, görüşmək tez-tez. Ən azından həm də qəşəng meçidiniz var. Xüsusən də meçid yaxındırsa, meçiddə qılmaq namaz. Bu meçid, bir dənə namaz qılmaq orada mənası daşımır. Orada cəmiyyəti islah eləmək üçün ən böyük təsiri var. Çünki meçidə yaxın adamlar gəlirlər namaza, bir-birlərini görürlər, bir-birlərlə təmasda olurlar, görüşürlər. Bu da mehribançılıq yaranır arada, hörmət yaranır. Həm Allah qarşısında hörmət qazanırsan, həmçində ətraf arasında hörmət qazanırsan. Yəni, meçiddə hikmət var. İndi görürsün necədir, indi meçid məsələn tutaq ki, olmayan yerdə, heç qonşu görürsən, qonşu tanımır. O qabaqlar getdi ki, insanlar dəyişdilər yerləri, təzə insanlar gəldi, binalar söküldü, cəmaat dağıldı. Yenə əvvəlki ab-hava yoxdur. Ona görə qonşular görürsən, qonşu heç tanımır, heç adım bilmir. Bu soyuqluqdur. Bu soyuqluqdur, bu yaxşı əlamət deyil. Ona görə o meçidin böyük təsiri var. Meçid bir dənə namaz qılmaq üçün deyil. Aydındır, meçid cəmiyyətdə islah eləmək üçün ən böyük bir, ən təmiz, pak yerdir. Həmçində insanların fikirlərin düzgün fikirləşmək üçün ən belə təsirli yerdir. Çünki orada hamı qulaq asır imama. Hamı qulaq asır. İmam da düzgün yönəldir. Əsas nədir? Düzgün dini. Düzgün dini, xurafat, bidət, yenilik, yəni xurafat, şirk və s. Həli şeylərdən yox. O şeylər ki, cəmaatı bölür. Məzhəbçilik və s. İnsanları düzgün əsaslar üzrə birliyə çağırmaq. Çünki sən çağıranda birliyə, nəyin əsasında? Əsas qeyd olunmalıdır. Yox, zahirən elə belə yığışaq, 1-2 saat sonra dağılaq, o birlik deyil. Əsas üzərində olmalıdır. Nəysə, əsası üzərində. Haqq üzərində. Haqq üzərində birlik olmalıdır. Yoxsa mumeyyilər kimi yox. Xavaricdir, kimdir, gəlin hamımız bir olaq. Nədir? Müəyyən bir soru məqsəd daşıyır. Aydındır, qardaşlar. Yəni, birlik, meçid də bizi birləşdirən bir yerdir. Ona görə insanlar arasında gözəl təmas yaranması üçün meçidə getməyi, qardaşlarla görüşməyi. Sonra dərslər imkan olsa dərslərə, imkan yoxdursa, əlhamdülillah, telefonda hər şey. Dərslərə qulaq asmaq, elm öyrənmək, Allaha təvəkkül eləmək, ona dua eləmək, qardaşların üçün dua eləmək. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, siz mümin olmazsınız, ta özünüzə istəyəni başqa mümin qardaşınıza istəməyincə. Yəni, bu nəyə aparır? Ananı paxıllığa aparır aradan. Əksərə bir qardaş məsələn qabağa gedəndə, bir qardaş maddi cəhətdən imkanı və ya nəsə cəhətdən. Əlhamdülillah, hamı sevinməliyik. Lazım deyil paxıllıq eləməyi, həsəd eləməyi. Onun nəticəsində qeybətə keçmək. Çünki qeybət ən böyük günahlardandır. Allah subhanətə alə qeybəti vəsf eləyir bizə və lə yaxtab, daha doğrusu.
Və lə yaxtab ba'dukum ba'da. Yəni bir-birinizi qeybətini eləməyin. Ne üçün? Orada qeyd edir, ne üçün? Qeybəti vəsf eləyir, elə bir ki, mömin qardaşımızın ölmüş cəsədinin ətini yiyirsən. Qeybəti gör necə Allah vəsf eləyib bizə. Necə pis əməldir, mundar əməldir. Peyğəmbər sallallahu aleyhi ve sellem ondan soruşdular ki, qeybət nədir dedi? Mömin qardaşının arxasınca danışmaq. Hansı ki, o eşitsə xoşu gəlməz ki, sən onu deyirsən. Qeybət odur. Vaxt sahabələr dedilər ki, ya Rasulullah, birdən doğrudan da biz danışdığımız onda var. Dedi, əgər doğrudan da varsa, bu qeybətdir. Yox, əgər yoxdursa, bu böhtandır. Ona görə, təbii ki, burada əsas gedir şəxsi məsələlər, dünyavi məsələlər və s. Dini, əqidə, mənhəc müşkülü nəsə olanda ondan danışmaq qeybət deyil. Bu əksinə sünnədir. Yoxsa bütün sələf hamısı qeybət eləyənlər çıxar. Onlar ki, bidət əhli barədə danışıblar. Qarışdırmaq lazım deyil. Müməyyilər anladırlar ətrafındakiləri. Bizi yox, təbii, ətrafındakiləri. Onlar deyirlər ki, hətta dini məsələlərdə danışmaq qeybətdir. Səhv eləyiblər. Onlar qarışdırırlar və ətrafdakilər də neynirlər? Anladırlar. Hansı ki, şəriət bizə qeybətin caiz olan növlərin qeyd edib. Daha doğrusu alimlər. Alimlər də çıxardıblar şəriətdən o növləri. O növlərdən də biri bidət əhli barədə danışmaq, çəkindirmək. O qeybət deyil. Bunu Nəvavi də deyir, bunu Qəzali də deyir, bunu başqaları da mı deyir? Bidət əhlindən danışmaq qeybət deyil, qardaşlar. Lakin bidət əhlinin şəxsi məsələlərindən yox, qeybətdir. Amma dini məsələlər, məsələn, tutaq ki, biri səhv fikirlər, səhv adamların fikirlərini yönəldir bizə. Sən də deyirsən ki, qardaş var, o adama qulaq asma. O adamda əyrilik var. Mənhəcində, yolunda, yanaşmasında. Bu qeybət deyil, əksinə, sən deməlisən. Sən deməlisən, bu yalanlardan biri də hansı ki, müməyyilər bunu yayır. O məclisdə ki, məsələn, sən çəkindirirsən kimdənsə deyir, qeybət məclisi adlandırırlar. Anladırlar. Və ya məsələn, alladmaq üslublarından məsələn, onların deyirlər, suskinə. Susmaq daha yaxşıdır. Susmaq baxır harda. Amma elə yerlər var ki, susmaq olmaz. Elə yerlər var ki, susmaq olmaz. Sən mütləq şəkildə hamısını deyirsən, ha bu qeybətdir mütləq şəkildə, bu belədir mütləq şəkildə, olmaz elə. Elə yerlər var ki, susmaq olmaz, xüsusə elm tələbəsinə. Əgər mən görürəm ki, birində əqidə əyriliyi var, mənhəc əyriliyi var, düzəlmir. Yəni, o susmaq özü nədir? Cinayətdir. Susmaq özü cinayətdir. Əksinə danışmaq lazımdır. Yəni, sən susursansa, onda şəxspərəstliyə keçir. Olmaz, olmaz. Yenə deyirəm, bu dini məsələlərə aiddir, şəxsi məsələlərə aid deyil. Biz həmişə qeyd edirik ki, şəxsi məsələlər qarışmırıq biz. Lakin əqidə mənhəc söhbətidir bizim aramızda. Vəssalam. Ona görə, qardaşlar, yəni, sadəcə qeybət eləmək böyük haramlardan biridir. Bu da insanları, qardaşları soyudur. Birdən görürsən ki, eşidirsən ki, filan qardaş səndən danışır, xoşun gəlmir, artıq soyuyursan. Əksinə, geri götürəsən. Əgər kiminsə, kimdənsə xoşu gəlmir, nəsiyyət eləsin. Təklikdə, nəsiyyət eləsin. Belə olsa, əlhamdülillah, mehrimançılıq olar, qardaşlıq möhkəm olar. Qardaşlıq var, lakin möhkəm olar. Bəhrə verər. Çünki bu özü dəvətdir. Çünki qıraqdan görən deyir ki, maşallah, onlar necə mehribandır. Onlar hərdən sahillərdən eşidirsən. Təbii ki, brenddir, əxi, hə.
Lakin bəzi cahillər də deyir, onlar allatmır, onlar gəlib məhz səndən ticarət edirlər. Yəni, həm də bu yaxşı əlamətdir. O da dəvətdir, o da təsir eləyir. O adamın sabah ibadət eləməyinə, sabah o da allatmasın, sabah o da cinayət eləməsin, cinayəti gedməsin, varmasın. Belə düzəlir cəmiyyət. Hələ bəzi şeylər biz toxunduq. Ona görə qardaşlar, yəni mehriban olmaq, düzgün əsas deyəndə nə deyir düzgün əsas? Birdən deyirsən, yaxşı deyirsən, düzgün əsas nə? Quran, sünnə, səhih, sünnə və sələfin fəhmi. Budur düzgün əsas. Kim deyər ki, Quran əsas deyil, əsasdır. Kim deyər ki, sünnə əsas deyil, əsasdır. Lakin səhih. Çünki sünnəni istifadə ediblər sünnədən. Qurana girişə bilməyiblər. Girişiblər, faydası olmayıb. Çünki Quran əzbərlənir. Hətta onlar kitabda dəyişsələr belə, heç də bilməyiblər. Niyə üçün Quran əzbərlənir? Quran nazil olan gündən əzbərlənir. Həmçinin də sünnə də əzbərlənir. Baxmayaraq sünnəyə girişə biliblər. Uydurma hədislər, zəif hədisləri uydura biliblər. Məşhurlaşdıra biliblər insanların arasında, cəmiyyətdə. Lakin sünnəni Allah Teala qoruyub, ona görə bəyan eləyiblər alimlər o. Hansı zəifdir, hansı uydurmadır. Allah alimlərin əlindən qoruyub bunu. Əlhamdülillah, səhih hədislər hamısı aydındır. Zəif hədislər aydındır. Hətta uydurma hədisləri alimlər yazıblar. Ne üçün? Cavab versin ki, uydurmadır. Ona görə qardaşlar, yəni məscidin təsiri, ümumiyyətlə cəmaatın birliyinə, cəmaatın bir yerdə olmağına, bir-birlərinə xəbər tutmağına ən böyük səbəblərdən biri də ən böyük yerdir. Məscid elə belə baxılmasın. Məscid cəmiyyətə birbaşa təsir eləyir. İslahına, yaxşılığına. Həmçinin əlaqə saxlayın. Peyğəmbər sallallahu aleyhi ve sellem ən xeyirli kimdir? Salam verənlər ki, birinci başlayır. Can atqına yəni. Tələs. Görsə bir qardaş görsənmir, zəng elə. Çünki o qardaşlar düzü bəzən görürsən ki, inciyir. Deyir, mən yox, xəstəyəm, heç kəs mənə zəng eləmir. Görürsən, insandır da. İnsan zəifdir. Bir də görsən, təsir deyir. Zəng eləyəndə, diqqət eləyəndə, insan var, diqqət xoşlayır. Və xoşlamır, deyir, maşallah, qardaşlar var, əlhamdülillah. Bu, elə bir ki, bir ümid yananın insanda, rahatçılıq verir. Ona görə, qardaşlar, yəni, mühümdür bunlar. Bir-birinizlə sıx əlaqə, mehribançılıq. Söz-söhbət olanda da çalışmalar söz-söhbəti yatırmaq. Qıraqda nəsiyyətlə həll eləmək. Bu mühümdür. Yoxsa qızışır söhbət qızışır. Qıraqdan da 3-4 nəfər eşidir. Bilirsiniz ki, ikinci adamda artıq söhbət dəyişir, ya da 3-də, uzaq 5-də dəyişir söhbət. Mesela buradan çıxanda 5 idi, artıq 5-cidə olur 500. Yəni qoyulur üstünə də. Belə də yayılır, ged-gedə şir. Hamısı görsən, bu islah yolu deyil də, düzəlmir. Əksinə, hələ olanda yerə isti-isti, tez-tez həll eləmək lazımdır. Və bunu tövsiyə edirəm özümə və hamımıza. Elhamdülillah. Allah subhanahu teala elhamdülillah bizi müsəlman edib, bizi əl-sünnə vəl-cəma edib. Elhamdülillah bu böyük neymətdir. Və Allah subhanahu teala razı olsun o şəxslərdən ki, bax, belə imkan yaranır bizim üçün. Görüşürük. Və bu görüşlər mühümdür. Çünki, baxma, indi dəvətdə qocalsaq da artıq qardaşların, əvvəlki qardaşların hansı ki, dəvətin əvvəlindən də artıq görürük. Saqqalları ağarıb, saçları ağarıb, yaşlaşıblar. Amma əlhəmdülillah cavanlar var. Yəni, belə görüşlər mütləq mühümdür. Cavanlar üçün həmçinin tövsiyələrə, nəsiyyətlərə. Görürsən, hətta evdə də ata əgər övladını nəsiyyət eləmirsə düzgün deyil. Düzgün deyil, ata gərək övladına baxa, başa sala, deyə, bax, bu düzdür, burada özümü düz apardı.
Buzda özü düz aparmadın, qoy bilsin. Böyük danışanda susallar. Böyükdən qabağa keçmə. Bizim adətlər var qardaşlar. İndi bu Avropa gəlib, bilinmir nə adətdir. Orada cins yoxdur. Cins yoxdur. Məktəblərdə deyirlər, sən deyəməzsən, oğlansan ya qızsan. 18 yaşın olsa sonra özünü seçərsən, nə istəyirsən. Və belə cəmiyyətdir. Batım gedib mənəviyyat. Dövlət səviyyəsində. Elhamdülillah bizim əqidəmiz var, dinimiz, bizim adətimiz var. Ona tutunaq. Ona tutunaq, salamat qalaq. Yoxsa bizdə də məlum olmayacaq cinslər. Ona gedir. Aydın qardaşlar, Allah subhanət hələ bizə eşit faydalardan etsin. Allah o qardaşlar ki, məclis elədilər, mallarına bərəkət versin. Allah bizə eşit faydalardan etsin. Allah müsəlmanlara kömək olsun. Salam və rəhmətullah və bərəkatuhu.